Karyera inkişafı ilə bağlı bir mövzuya toxunmaq istəyirəm. Mövzuya keçid eləməmişdən öncə iki cümlə. Birincisi, mənim karyera inkişaf yolum ofisantlıqdan başlayıb və hal-hazırda Dubayda otel sektorunda satış sahəsində çalışıram. İkinci cümlə. Mənim bu ki keçdiyim mərhələlər var ha. Bunların heç biri planlaşdırdığım kimi olmadı və yaxşı ki də olmadı. Əsas mövzu isə budur. Sizin aranızda karyera inkişafı ilə bağlı planlar quranlar var. Detallı oturub yazanlar var. Bilirsiniz necə olacaq? 90-95% ehtimalda heç nə sizin planlaşdırdığınız kimi olmayacaq. Biz unuduruq ki, özümüzü nə qədər inkişaf elətdiririksə elətdirək, əslində bizim karyera inkişafı məsələmizə təsir edən bəzi faktorlar var ki, onlar bizim əlimizdə deyil bütünlükdə. Böyüdüyümüz ailə, çalışdığımız şirkət, böyüdüyümüz mühit, ölkə, birgə çalışdığımız insanlar. Bunlar önəmli faktorlardır. Axı biz tək yaşamırıq ki, deyək ki, bu dünyada tək mən varam və hər şey mənim planladığım kimi olacaq. Belə olmayacaq. Sadəcə olaraq mənim tövsiyəm odur ki, çox da detallı planlar qurmayın. Niyyətinizdə hansı sahədə çalışmaq istədiyiniz olsun və hər gün özünüzə onu xatırlatmasını eləyin, o qalsın. Lakin bugün hansı işi görürsünüzsə, həmin o işə köklənin və özünüzü o işdə inkişaf elətdirməyə fokuslanın. Çox da detallı plan quranda bilirsiniz nə olur? Adam özünü hər daim stres altında saxlayır. Vaxt gedir, yaşım keçir, bilmirəm necə olacaq. Sanki bütün idarə bizim əlimizdəymiş kimi özümüzü aparır. Özünüzə zülm eləməyin. Nə iş görürsünüzsə, ona köklənin, özünüzü inkişaf elətdirməyə baxın və niyyətinizdə gedib çatmaq istədiyiniz mənzil olsun və özünüzü ona kökləyin. Lakin çox da onun detallarına girməyin. Yorularsınız.